الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء وسيد المرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. أما بعد. Aziz, möhtərəm qardaşlar, möhtərəm məclis əhli, hər şeydən öncə Allahın salamıyla salamlayıram hər birinizi. Allah Resulü sallallahu aleyhi və səlləm bu gözəl gündə evlənən iki gəncə edəcəyi ən birinci şey onlara dua edərdi. Və buyurardı ki, Barakallahu lekuma və baraka aleykuma və cəma'a beynəkuma fi xayrin. Allah sizə bərəkət versin. Allah subhanahu və teala sizi xeyir, bərəkət üzərində cəm etsin deyə dua edərdi. Həqiqətən, möhtərəm məclis əhli, evlilik Allah subhanahu və teala'nın insana verdiği en büyük nimetlerdendir. Ve insan evlendikten sonra artık onun mesuliyeti daha da artır. Daha da mesuliyetleri artır. Çünkü insan öz nefsinden ve aynı zamanda ailesinden mesuliyet taşıyır. Necə ki Rabbimiz Kur'an-ı Kerim'de buyurur ki, Ya eyyühellezine amenu, ey iman getirenler, u enfusekum ve ehlikum nara, öz əhlinizi, öz nefsinizi ve əhlinizi yanacağı insanlar ve daşlar olan oddan koruyun diye bizlere tövsiye edip. Ona göre bu evlilik insanın hayatında yeni bir başlangıçtır. Yeni bir hedeftir. Ve kişiler Allah'ın emanetini kabul edirler ve onu düzgün şekilde öz hanımlarını, öz ailelerinin düzgün şekilde haklarını verməlidirlər ki, o ailede xeyir, bərəkət olsun. Çünkü İslam dini bizlere her bir şeyin güzelliğini gösterip, bizlere çaktırıp ve bütün xeyirler de dinimizdedir. Eğer ailede, hayatımızda xoşbəxtçiliyi, saadeti, huzuru istəyiriksə, onda vallahi Allah'ın dinini düzgün şekilde hayatımızda, evimizde tatbik etmeliyik ki huzur olsun, xoşbəxtçilik olsun, saadet olsun. Çünkü her bir evlenen her bir insan bir şey arzuluyor. İstəyir ki huzur olsun. Evinde xeyir, bərəkət olsun. Çünkü insanın evinde huzur olmadığı zaman o hiç yerde xoşbəxt ola bilməz. Hiçbir zaman. Ona göre bütün xeyirler, bütün huzur insanın evinden başlayır. Ona göre bizlere de dinimiz tövsiye edir ki evlenirken de düzgün seçim et. Salihe kadın seç. Çünkü salihe kadın da evin direğidir, sütunudur. Necə ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Men razaqahullahu zevceten saliheten fekad ruziqa nisfe dinih. Kime Allah subhanahu ve teala salihe bir zevce nasip ederse artık ona dininin yarısı verilmiş olar. Görün ne güzel bir nimettir. Dinin yarısı verilmiş olar. فَلْيَتَّقِ اللّٰهَ ف۪ي نِصْفِ الْبَاقِ. Kalan yarısında da sen Allah'tan kork, çalış. Çünkü bütün hayırlar aileden başlıyor muhterem kardeşler.
zürriyyət yetişir, nəsillər yetişir və bunun səbəbkarı kimdir? Valideynlər. Əgər valideynlər gözəl zürriyyət yetişdirərsə, ondan sonra gələn nəsillər də gözəl olar. Hər kəs öz ailəsində bu gözəllikləri, İslamın xeyrini, İslamın izzətini öz ailəsində tətbiq edərsə və görərsən ki, övladlar da, ailə də, gələcək nəsillər də gözəl yetişir. Çünki hər birimiz məsuliyyət daşıyırıq. Necə ki, Allah Resulü bizlərə buyurur ki, kullukum ra'in və kullukum məs'ulun an ra'iyyətih. Hər biriniz məsulsunuz öz əlinizin altında olanlardan. Ailəmiz, övladlarımız bizim məsuliyyətimizdədir. Və hər birimiz çalışmalıyıq ki, onları gözəl yetişdirək. Bu da evlilikdən başlayır. Belə gözəl gündən başlayır. Ona görə mömin, müsəlman dərk etməlidir ki, artıq evləndimsə, bundan sonra məsuliyyətim daha da ağırdır və onu dərk etməlidir və onu gözəl şəkildə ailəsinə yaşatmalıdır, tətbiq etməlidir. Əks halda qiyamət günü o zürriyyətin sənin yaxandan yapışacaq. Deyəcək, nə üçün mənə öyrətmədin? Mənə Allahın dinini öyrətmədin. Çünki gənc yaşlarında, evliliyin ilk məqamlarında öyrətmək asandır. Mümkündür. Ancaq övladlar yaşad olduqdan sonra görürsən ki, o çətin olur. Onlara nəyisə aşılamaq çətin olur. Onlar istəyirlər ki, sənə nəyisə aşılasınlar. Ona görə kiçik yaşlarından öyrətmək lazımdır ki, gözəl nəsillər yetişsin, gözəl zürriyyət yetişsin. Allah Subhanahu wa Ta'ala hər birimizə gözəl, xeyirli övladlar nəsib etsin. Və kimin övladı varsa onları salih qullarından etsin. Çünki bir valideyn üçün bu dünyada ən böyük zirvə övladını salih görməkdir. Vallahi ondan böyük zirvə yoxdur valideyn üçün. O valideyn ki, onu, övladını xeyirli görür, salih görür, salihə görür, ondan xoşbəxt insan yoxdur bu dünyada. Əks təqdirdə övlada bütün neymətlər verilsə belə, o salih olmasa, xeyir üzərə olmasa, o neymətlər onun gözünə görünməz. Ona görə hər zaman çalışmalıyıq ki, övladlarımızı gözəl yetişdirək, tərbiyə verək. Çünki onlar hər birisi bizim üzərimizdədir, bizim məsuliyyətimizdədir. Allah Subhanahu wa Ta'ala bütün müsəlmanların övladlarını xeyirli, bərəkətli etsin, onları salih qullarından etsin. Bir daha Ayxan qardaşımızı təbrik edirəm. Allah Subhanahu wa Ta'ala onun bu izdivacını xeyirli, bərəkətli etsin. Allah Subhanahu wa Ta'ala arzusunda olan bütün cavanlara, gənclərə gözəl, xeyirli, bərəkətli, halal evliliklər nəsib etsin. Allah Subhanahu wa Ta'ala hər birimizi gözəl dini üzərində sabit etsin. Və sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed.